Salam dəyərli izləyicilər. Hansı mübahisələrdə mediasiyada razılaşma əldə olunarsa, məhkəməyə getməyə ehtiyac olmur? Bu suala bugün Barış Körpüsündə Nərgiz xanımla aydınlıq gətirəcəyik. Buyurun Nərgiz xanım. Deməli, vətəndaşların müraciətlərində nigahın pozulması yeganə bir mübahisədir ki, bu məhkəmədə həll olunur. Vətəndaşlar arasında barışıq sazişi imzalanıb, boşanmaya razı olsalar belə, bu mübahisə məhkəmədə həll olur. Amma qalan ailə mübahisələri, məsələn, ailə mübahisələrinin içində alimentin təyin olunması, uşağın kimin yanında qalması, sonra uşaqların birinci və ikinci dərəcəli valideynləri ilə görüşü, birgə nigah dövründə əmlak bölgüsü və s. Həmçinin əmək mübahisələrində bir çox məsələlər, deyək ki, mediasiyada razılıq formasında həll olunursa, onda məhkəməyə getməyə ehtiyac duyulmur. Mediasiyada elə yerindəcə bitən mübahisə olubmu? Bəli. Varmı? Yəni elə mübahisə ki, mediasiyada elə yerindəcə? Bəli, belə mübahisələrdən ən çox mən bunu milli mübahisəmiz adlandırıram. Yəni Azərbaycana xas olan bir mübahisədir ki, qızıl zinət əşyalarının qaytarılması, həmçinin cehiz əşyalarının çıxarılması mübahisəsi. Qızıl zinət əşyalarının qaytarılması mən öz icraatımda olan işlərdən belə deyək, ən asandığını hesab edirəm. Tərəflər bunu mediasiyada gəlir, razılıqlı formada özləri saziş bağlayaraq, siyahını tutaraq qarşı tərəfə verir. Elə burada da mübahisə bitmiş sayılır. Hansı ki, qarşı tərəf də artıq öz boynuna öhdəlik götürür ki, bu mübahisə ilə bağlı bir də heç bir yerdə müraciət etməyəcək. Yəni, bu mübahisə elə bildiyiniz mediasiya otağında bitmiş olur. Çox sağ olun Nərgiz xanım, təşəkkür edirik sizə. Sağ olun.